Çarizmin Azərbaycandakı idarəetmə formasını keçən dəfə yarımçıq qalmışdı, onu davam edək. Bu dövrdə 1830-cu ildə oktyabr ayının 20-sində verilmiş qərara əsasən rus kəndliləri Azərbaycana köçürülür, Şirvan, Lənkəran, Qarabağ ərazisində məskunlaşdırılır. Bildiyiniz kimi ermənilər də köçürülmüşdü, almanlar da köçürülmüşdü. Bu haqda keçən dəfə danışdıq. Bir də 1830-cu ilin 13 iyul qərarına əsasən isə bəy və ağaların torpaq hüquqlarının özlərinə qaytarılması və onların müsadirə olunmuş torpaqlarının bir hissəsinin də özlərinə qaytarılması haqqında fərman verilir. 1829-cu ildə isə Şeyxülislam və müfti vəzifələri təsis olunur. Şeyxülislam vəzifəsi sırf şiyələr üçün idi. Müfti vəzifəsi isə sünni din xadimləri üçün təsis olunmuşdu. Alban katolikosluğu mövcuduydu. Bu 1836-cı ilə qədər öz mövcudluğunu saxlamışdı. Belə ki, 1836-cı ildə Alban katolikosluğu ləğv olunur. Məqsəd o idi ki, Azərbaycanın müxtəlif ərazilərində mövcud olmuş Alban kilsələrini xristianlaşdırsınlar, belə ki, Qriqoryanlaşdırsınlar və gələcəkdə bunları erməni kilsəsi kimi qələmə verərək erməniləri burada məskunlaşdırsınlar və münaqişə meydanına çevirsinlər Azərbaycanı. Demək ki, əhalinin sosial tərkibi həmişəki kimi kəndlilərdən, sənətkarlardan, tacirlərdən ibarət idi. Eyni zamanda bəy və ağalar da var idi. Kəndlilər iki yerə bölünürdü. Dövlət və sahibkar kəndliləri. Bunların içərisində sahibkar kəndlərinin vəziyyəti daha ağır olduğu üçün islahatlar sahibkar kəndlilərinə daha çox aid edilir. Dövlət kəndliləri də var idi ki, dövlət kəndliləri dövlətə, sahibkar kəndliləri isə dövlətə və sahibkara vergi ödəyirdi. Bundan başqa torpaq mülkiyyət formaları da eyni olaraq qalmışdı. Məsələn, tiyul, mülk xalisə, vəqf kimi torpaqlar var idi. Mülk torpaqları yerli feodallara məxsus olan torpaqlar idi. Bəy və ağaların irsi torpaqları mülk xalisə adlanırdı. Vəqf dini idarələrə məxsus olan torpaqlar idi. Eyni zamanda tiyul torpaqları isə çarizmə sədaqətlə xidmət edən, yəni burada sədaqətlə sözünə xüsusi vurğu vururam, sədaqətlə xidmət edən hərbiçilərə verilirdi. Yəni hər hərbiçiyə yox, sırf sədaqətlə xidmət edən hərbiçilərə verilirdi. Daha sonra çarizmin iqtisadi siyasəti, təbii ki, işğal olunmuş ərazilərdə iqtisadi siyasət necə olar? Onlar Azərbaycana xam mal satış bazası kimi baxırdılar. Azərbaycanın təbii ehtiyatlarını, neftini, yununu, ipəyini öz ölkələrinə daşımaq, balığını öz ölkələrinə daşımaq siyasəti yürüdürdülər. Amma əhalimizə vəhşi və mədəniyyətdən uzaq bir xalq kimi baxırdılar. 1827-ci ildə Azərbaycanda ilk manufaktura meydana gəldi, ilk kapitalist müəssisəsi meydana gəldi ki, bu da Şəkidə yerləşən Xanabad manufakturası idi. 1836-cı ildə isə Cənubi Qafqazda ipəkçiliyi yayan cəmiyyət meydana gəldi. Ümumiyyətlə 1836-cı ildə bir neçə hadisə olmuşdur. Məsələn, Cənubi Qafqazda ipəkçiliyi yayan cəmiyyət, 2 rəhdari sisteminin ləğv olunması, 3 Alban katolikosluğunun ləğv olunmasını göstərmək olar. Bir də bu dövrdə iltizam sistemi var idi. İltizam sistemi icarə sistemi demək idi. Bu dövrdə balıq və təqələri, eyni zamanda neft quyuları, neftli torpaqlar iltizama, yəni icarəyə verilirdi. Bu isə yaxşı bir, yəni iqtisadiyyat üçün yaxşı bir cəhət deyildi. İltizam sistemi 1872-ci ildə ləğv olunacaq. Bundan sonra artıq neftli quyular satışa çıxarılacaq və nəticədə neft quyularını almış şəxslər onlara icarəyə götürənlərdən daha yaxşı baxacaq, daha yaxşı texnika, texnologiya ilə təchiz edəcək və beləliklə də Azərbaycanın neft sənayesi yüksək sürətlə inkişaf edərək dünyada birinci yerə çıxacaqdır. Və nəticədə bir çox neft milyonçuları, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsə Sədullayev və s. kimi neft milyonçuları meydana gələcək. Burada yenə də iltizam sisteminin mövcudluğundan danışır. Bir də 1821, 1831 və 1836-cı ildə yeni ticarət əsasnamələri qəbul olunur. 1821-ci ildəki ticarət əsasnaməsinə əsasən məhsulun
başqa ölkədən Azərbaycana gətirilən məhsuldan 50% gömrük haqqı alınırdı. Bu da ticarətin yüksək səviyyədə inkişaf etməsinə səbəb olurdu. Lakin 1831-ci ildəki yeni ticarət əsasnaməsinə əsasən Rusiyadan və yaxud Avropadan Cənubi Qafqaza gətirilmiş məhsulların üçüncü ölkəyə aparılmasına qadağan qoyulur. Bunun səbəbi o idi ki, Rusiya məhsulları Azərbaycan bazarında və yaxud digər müstəmləkə bazarlarında sıxışdırılırdı. Yəni öz mövqeyini itirirdi. Ona görə də onlar istəmirdilər ki, başqa ölkələrdən gətirilmiş məhsul üçüncü ölkəyə aparılsın. 1836-cı ildə isə rəhdar sisteminin ləğvi haqqında qərar qəbul edilir. Rəhdar sistemi daxili gömrük haqqı idi. Yəni bir əyalətdən digər əyalətə keçərkən İnsanlar gömrük haqqı verirdi, tacirlər gömrük haqqı verirdi. Bu da yaxşı bir cəhət deyildi. Yenə də bu da ticarəti geri salırdı. Amma 1836-cı ildəki qərarla ki, hansı ki, demək ki, daxili gömrük haqqı ləğv olundu. Bundan sonra artıq ticarət inkişaf etməyə başladı. Deməli 1821-ci il qərarı da, 1836-cı il qərarı da ticarət üçün müsbət nəticələndi, amma 1831-ci il qərarı isə ticarətə mənfi təsir etmişdi. Müstəmləkə zülmünə qarşı xalq üsyanlarını birazdan izah edəcəm. Hələlik çarizm idarəetmə sistemi haqqında bu qədər. Ümumiyyətlə çarizmin idarəetmə sistemi, komendant idarəetmə sistemi düzgün qurulmamış bir sistem idi. Get-gedə öz dəyərliyini daha da itirirdi və insanların böyük narazılıqlarına səbəb olurdu. Çünki komendantlar özbaşınaçılıq edirdilər, əlavə insanlardan vergi yığırdılar və insanların həyat şəraitinin ağır olmasına baxmayaraq onlara daha da mənfi təsir göstərirdilər. Buna görə də insanlar artıq bu yaşayışa dözmək istəməyərək üsyanlar edirdilər və bu üsyanlar Azərbaycanın bir çox ərazilərini bürümüşdü. Məsələn, Carbalakən üsyanı, Lənkəran üsyanı, Quba üsyanı, Şəki üsyanı bunların içərisində əsas fərqlənən üsyanlardan idi. Bu üsyanlar haqqında birazdan danışacağım. Hələlik çarizm idarəetmə sistemi haqqında bu qədər. Daha sonra isə 40-cı ilin islahatları, 70-ci ilin islahatları və 1912-ci il islahatları haqqında məlumat verəcəm.